belə hallar mövcuddur ki, səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi həkim komissiyalarının verdiyi müəyyən qərarlar agentliyimiz tərəfindən təsdiq olunmaya bilir və həmin qurum tərəfindən, həmin komissiyalar tərəfindən verilmiş yararsızlıq qərarı agentliyimiz tərəfindən sıradan kənar yararlı və ya tam yararlı olaraq dəyişdirilə bilir. Bu mümkün haldır və günümüzdə də bu hallar mövcuddur, olur. Yəni, təbii ki, burada indi hər hansı bir arzu olunmaz hal olduğunu düşünmürəm, amma bəzi yerlərdə təbii ki, xüsusilə periferiyalarda, regionlarda insanların tam yoxlanılmaq imkanı olmaya bilər. Tam əhatəli şəkildə avadanlıqlar və aidiyyatı üzrə həkim mütəxəssislərinin olmaması səbəbindən yetəri qədər tibbi məlumatların olmaması baş verə bilər. Bundan başqa vətəndaşın özünün də həmin yoxlama ərəfəsində müəyyən şikayətləri ola bilər ki, bilinməz o şikayətlərini dilə gətirməyə bilər. Biz agentlikdə əyani şəkildə vətəndaşı həm təqdim olunmuş sənədlər əsasında, həm də vətəndaşın özünün bildirdiyi istiqamətlərdə müxtəlif kombinasiyalarda yoxlamalarını həyata keçiririk və həmin yoxlamalarda da təbii ki, bəzi hallarda səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin müvafiq komissiyaları ilə agentliyin tibbi qiymətləndirmə komissiyalarının qərarları arasında müəyyən qədər fərqliliklər ola bilir.